Mən Şaiq Bayramov 1973-cü ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşam. Əlvənd kənd orta məktəbində təhsil almışam. 91-ci ildə Zərdab komissarlığı tərəfindən Milli Orduya çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qarabağa göndərildim və daxili qoşunların tərkibində torpaqlarımızın azadlığı uğrunda döyüşməyə başladım. 5456 sayılı hərbi hissənin avtomatçısı olaraq döyüşlərdə iştirak etdim. Hissəmiz Sovet dövründə təşkil edilmiş, Qarabağın müxtəlif bölgələrində döyüşlərdə iştirak etmişdir. Ağdam, Ağdərə istiqamətində döyüş əməliyyatlarında da iştirak edən hissəmizin bölmələri bir neçə kəndi düşmən işğalından azad etmişdir. 1992-ci ilin oktyabr ayında Ağdərə rayonu uğrunda gedən döyüşlərin biri mənim son döyüşüm oldu. Artıq minlərlə şəhidlərin qanı bahasına torpaqlarımız azaddır. Ağdərə, Ağdam, bütün Qarabağda bizimdir. Biz şəhidlərin ruhu da buna görə çox şaddır.